Yer kürəsində yaxın günlərdə geomaqnit sahəsində nəzərə çarpacaq dəyişikliklər gözlənilir. Xəbərin ünvanı xəbər verir ki, 22-24 aprel tarixlərində 1 və 2 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimal olunur. Bu barədə Rusiya Federasiyasının Phobos Hava Analiz Mərkəzinin tanınmış aparıcı eksperti Mikhail Leos məlumat verib. Mütəxəssisin sözlərinə görə geomaqnit aktivliyin artmasının əsas səbəbi Günəşin səthində yaranmış nəhəng koronal dəlikdir. Məhz bu dəlikdən çıxan yüksək sürətli günəş küləkləri yerə istiqamətlənərək planetin maqnit sahəsində narahatlığa səbəb olacaq. Qasırğaların təsiri əsasən axşam saatlarında müşahidə olunacaq və bu təsirlər 24 aprelə qədər davam edə bilər. Maqnit qasırğaları xüsusilə meteohəssas insanlar üçün ciddi narahatlıq yarada bilər. Həkimlər və iqlim mütəxəssisləri belə günlərdə bəzi sağlamlıq problemlərinin, baş ağrısı, təzyiqin qeyri-stabilliyi, yuxusuzluq və ümumi halsızlıq kimi simptomların artacağını bildirirlər. Mütəxəssislər vətəndaşlara bu məsləhətləri verir. Bol miqdarda su qəbul edin, fiziki və psixoloji gərginlikdən uzaq durun. Mümkün qədər dincəlməyə və stressdən qaçmağa çalışın və sağlam qidalanmaya önəm verin. Qeyd edək ki, maqnit qasırğaları yalnız sağlamlıqla deyil, həm də texnoloji sistemlərlə, xüsusilə rabitə və peyk xidmətləri ilə bağlı problemlərə yol aça bilər. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən əlavə ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunur. Siz bu xəbər barədə nə düşünürsünüz? Bənzər hallar sizə də təsir edir. Fikirlərinizi bizimlə şərhlərdə bölüşməyi, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.